Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barədə Səbail rayon məhkəməsi cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev, Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193.1.3-cü cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ictimaiyyətdə bir sıra suallar yaradıb. Yəni, ittiham olunan şəxs barəsində hansı hallarda ev dustaqlığı qətimkan tədbiri seçilə bilər, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilirsə. Mövzu ilə bağlı danışan vəkil Emil Aslanov bildirib ki, ev dustaqlığı qətimkan tədbiri Cinayət Prosessual Məcəllənin 163-cü maddəsində qeyd edilir. Bildirilir ki, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir. Belə, yəni şəxsi həbsdə saxlamadan, cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilən azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Təbii ki, müttəhimin şəxsiyyəti, sağlamlığı, yaşı və cinayətdə rolu nəzərə alınaraq, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilə bilər. İttiham olunan şəxsin cinayət tərkibi istintaq dövründə tam sübuta yetirilərsə, məhkəməyə veriləcək, məhkəmə də ona 12 ildən 20 ilə və ya ömürlük cəza tətbiq edə bilər, deyə vəkil vurğulayıb.